Bizim əməllərimizin qəbul olma şərtləri nədir? Bismillah, elhamdülillah, və salatu və salamu ala Resulillahi sallallahu aleyhi və səlləm. Deməli, qardaş, əməllərin qəbul olunma şərtləri ümumən alimlərin çoxusu 2-dir, amma bəzən də görürsən ki, 3-ə kimi qalxır. Birinci növbədə birinci şərt odur ki, əl-imanu billahi vəhdəhu, yəni Allah Teala'ya tək halda Allaha iman gətirməyin. Allah Teala kafirlər haqqında belə buyurur. Və qadimna ilə mə amilu min amalin fəcəalnahu həbəən mənthura. Furqan surəsi 23-cü ayə. Yəni onlar əməllərlə gələcəklər qiyamət günü. Etdiyi əməllərlə gələcəklər. Amma Allah Teala onların əməllərini toz halına göndərəcək. Yəni Allah Teala etdiyi əməlləri qəbul eləməyəcək. Çünki nəyə görə? Allah Teala'ya iman gətirmədiklərinə görə, yəni əqidələri düz olmadıqlarına görə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Qul əməntu billahi thumma istaqim. Hədis Müslimdə gəlir. Sən dinən ki, mən Allaha iman gətirdim və sonra onun üzərində doğru dayandım. Yəni, mən Allah Teala iman gətirdikdən sonra şərik qoşmadım. Mən Allah Teala iman gətirdikdən sonra la ilahə illallahı pozmadım. Yəni, imanın da şərtləri odur ki, insan öz əməlini, la ilahə illallah əməldir, iman gətirmək əməldir. Öz əməlini şirklə pozmamalıdır. Bir insan əgər ölülərdən kömək istəyirsə, peyğəmbərlərdən kömək istəyirsə, onlara dua eləyirsə, o adam öz əməlini, imanını pozmuş olur. Necə ki, Allah Teala Quranda buyurur ki, وَلَوْ أَشْرَكُوا لَحَبِتَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ وَلَوْ أَشْرَكُوا لَحَبِتَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ. Onlar əgər şərik qoşsalar, onların etdiyi əməllərin hamısı heçə çıxacaq. Allah bu Ən'am surəsindədir. Allah Teala başqa ayədə buyurur ki, وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ. Yəni sənə vəhiy elədik və səndən əvvəlki peyğəmbərlərə də vəhiy elədik ki, leyin əşrakda, yəni bu xitab kimədir? Peyğəmbər sallallahu aleyhi və səlləm. Leyin əşrakda ləyəhbətanna amaluka və lətəkunənə minəl müşrikin, minəl xasirin. Əgər sən Allah Teala'ya şərik qoşsan, hətta peyğəmbərə xitabdır da bu. Allaha şərik qoşsan, sənin əməlini biz heçə edərik. Yəni, insan etdiyi bütün əməllər hamısı heçə çıxar və sonra da sən ziyan içərisində ziyana uğrayanlardan olarsan. Və ikinci şərt odur ki, ixlas. Birinci şərti bildik. İkinci şərt ixlasdır. Allah Teala Qafir surəsində buyurur ki, 14-cü ayəsində Fəd'ullaha muxlisinə ləhuddin. Sən Allah Teala ixlasla dua elə. Dua ibadətdir. Və dinin bütün əməllərini, bütün rükunlarını, bütün əhkamlarını ona xalis elə. Yəni, hansısa bir əməl eləyəndə başqaları üçün eləmə. وَلَوْ كَرِهَ الْكَافِرُونَ. Yəni, kafirlər istəməsələr də. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mən qalə la ilahə illallah muxlisən. Kim la ilahə illallah kəlməsini ixlasla deyərsə, daxaləl cənnə. Cənnətə daxil olar. Hədis səhidir. Deməli, ikinci şərt nə oldu? İxlas olmalıdır. Dəlilləri də zikr elədik. Üçüncü şərt odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm gətirdiyinə sənin əməlin uyğun olmalıdır. Peyğəmbər sallallahu nə edibsə, sən o şəkildə eləməlisən. Əgər artıq elədinsə, artıq qəbul olunmur. Və yaxud da ki, necə ki, Allah Teala öz mübarək kitabında Həşr surəsinin 7-ci ayəsində buyurur ki, وَمَا أَتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ. Peyğəmbər sizə nə verdiysə onu götürün. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm necə şəkildə sizə buyurdusa, o şəkildə ibadət edin. وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا. Nəyi qadağan elədisə, nədən çəkindirdisə, ondan çəkinin. وَاتَّقُوا اللّٰهَ إِنَّ اللّٰهَ شَدِيدُ الْإِقَابِ. Allahdan qorxun, həqiqətən də Allah Teala'nın iqabı, yəni əzabı şiddətlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm Səhih Müslimdə buyurur ki, Müslim rəvayət eləmişdədir. Mən amilə əmələn leysə aleyhi əmruna fəhuvə rad. Kim bir əməl eləyərsə, o əməl, o iş
elədiyin əməl bizim dinimizdən deyilsə, o rədd olunacaq. Yəni qəbul olunmayacaq. Yəni bu da üçüncü şərt. Birinci şərt, Allah Teala iman gətirməlisən və o imanını şirklə pozmamalısan. İkinci, ixlas olmalıdır. Allah Teala'ya xalis şəkildə o əməli eləməlisən. Yəni insanların baxışı ilə, insanların deyək ki, səbəbi ilə o əməli eləməməlisən. Üçüncü də, yəni Peyğəmbər səsəm necə eləyibsə, necə ki buyurur ki, yəni sallu kəmə rəaytumuni usalli. Yəni məni necə namaz qılanı görürsünüzsə, o şəkildə namaz qılın. Yəni qısa olaraq budur. Yəni Allah Teala yəni eşidib əməl edən qullardan eləsin.